Bir dəlili bu deyil, cüssəm böyükdür, mən bir əbaya yığışmaram. Cüssəm böyükdür, mən bir əbaya yığışmaram. Bir də ağa yanında gərək nökər olmasın. Xob, məhşər olub xiyamə gələn vaxtda əkbərin, məhşər görən hərəmləri və məhşər olmasın. Xob, Əbi Abdillah baxdı Əbəlbəzə, dedi Əbəlbəz bilirəm özüm qardaş, qol verdim aparam xeymələrə pekərvi. Vermək olmaz hərəkət, var bu işin əmması. Axı dağılıbdı bədənin, mən hayanından yapışım. Hay 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 hay. Ay, dağılıbdı bədənin. Şeir əhl-i sülzdan neynəyim? İki dənə başıma rədifində şeir var. Biri mərhum ustadımın zəvinindir. Bir dəfə bana Dərdəbildə təşküzarı delə belə ərz elədim, indi də deyəm. Ustadımın zəvi yazar sen. Elə bə Əbəlfəz ağa elə ki yıxıl deyələr, Rüqəyyə gəlsə məni döndərin yüzüm üstə. Ya təbəxtə gəhdilər İbn Ziyad məclisinə, o şey. Odur anası dedi, qoymaram həna başıma. Bax xibrələr burada, əmma Hacı Ənvər nə yazır? Bax deyə Əbi Abdillah o bir qanlı gözü ilə. Dedi Hüseyin şəmatət etdi, əmud havaya qalxızdı. Nəhon ədavətinin eylədi əyan başıma. Amadə süz əmudən əldən, elə ki mənə dil yarası vurdu əmudu yəndirəldə. Əmudən əldən, bax mənə can Əbəlfəz, alsın evində dağlarsın. Əmudən əldən, məni qeyrət eylədi vadayar. Bir də deyəm, əmudən əldən, məni qeyrət eylədi vadayar. Dedim xəm olma bu namərdə, düz dayan başımı. Düz dayan. Bax bu ondan da becərdi. Hüseyin qolum ki yoxdur yerə gələndə, əlimi verəm qabağa, yüz gözüm yaralanmıyor. Düz diyanən necə yıxıldım at üstdən, necə yıxıldım at üstdən. Mühim məsələdir, ağırlığın hamısı düşdü nagahım başıma. Bunlar ya bəlbəz danışın, Əbi Abdillah'dan qulaq asın. Ağa dedi, Əbi Abdillah belə baxdı ya bəlbəzə, Abbas çalma ələyə, çalma ələyə, qəlbimi yandırma bəlbəz, göz yaşımə dünyanı boyandırma bəlbəz, qardaşını meydanda utandırma. Çaş. Bilmem için sızılda karşıydı. Dil orada sallanmış.
Abi Abdullah Aləmiyal deyəlindən. İcazə verim 2 dənə də Ustad Muzəvidən təqdim edeyim. Ondan sonra oxşama deyəcəm 3 dənə bax. Sen eşkün tir Hüseyin can her dele bimare değmez. Hüseyin her o gül ki yâre gülmez destesi bir xare değmez. Ben tebessüm haletinde ölmesem dinara değmez. Ben güleş halinde öləm niyet lillahe kardeş. Əbəlbəz xeymələrdən ayrılanda gözünün yaşına qurban olun. Əbi Abdullah deyir, oncur ki əbəlbəz gedəydi. Eğer geçseydi, icazə verseydim bir nəfər salim qalmazdı. Çağırdı qardaş niyə belə? Ağa səman və taat elə, əmrin ola itaat elərəm. Eşidirəm əmri. Dedi Abbas, amandı bunlardan çox öldürməyəsən. Niyə? Axı bizdən sonra Rüqəyyəni çox dövərlər. Bizden sonra Zeynep'i çok vuranlar. Odur ki Üstad Muzəvidən dedi sen xeymədə bir söz buyurdun, onda bağlandı bu eller. Sen çok öldürsün bu qavmi, Zeynep'imi çok döverler. Kardeş yoğlu ölenler, kızlarımı öldürerler. Aləmiyalı bəlinə, gəlir xeymələrə. Öz-özünə dedi Allah, Zeynəbə nə deyərəm, Rüqəyyə nə deyərəm. Bu 3 dənə də məndən qutarım, istəyəm sızıldayaq ha. Elə ki təl yaşlı gördüyün nənəsinə bənzər bala. Yeridi qabağa baba, əynəm yəl Abbas. Amma bəlfəz ayan da qızım gedə xeymələrə deyərəm. Zeynəbim gəl ələmdarım öldü. Başağımət sipəhdarım öldü. Hüseyin nə olub deyə belə pozulubsan dedi Zeynəb. Qəlbimi yandırıb ox sözünlə macerasını eşittim özündən. Necə? Qoya təllə sarı baxıymış, ox deyib nagəğan sağ gözləyə. Ha, indi oxşayırsan iltiması da. Yaralıya